Nə qədər həyat var, insan yaşayır, anaya, valideynə və bir valideynə ehsanla borcludur. Onu yaşaya-yaşaya da həmin borcu insan ödəyir. Bax, görürsən, onlar əlavə, yəni bir neçə kəlmə ananın haqqında, yəni ki, gəlibdir, ana müqəddəsdir, o gözəl bir kəlamdır. Bizim, yəni bu məclisin bir qeyri-adiliyi, bir gözəlliyi də ondadır ki, Hacı İntiqamın, mən Bəhrur müəllimin sözlərini təkrar eləmək istəmirəm, Hacı İntiqamın bu xeyriyyəçi işləri, bu günləri bir daha özünü doğrudur ki, Hacı İntiqam hal-hazırda olan, yəni bizim ağbirçək analarımıza, burada adları çəkildi, şair yazıçılarımıza, şairələrimizə, hal-hazırda insana diriliyində qiymət vermək lazımdır. Onun birinci arzusu budur ki, özdə çox sevinir, çox minnətdardır sizə ki, siz bu çətinliklə yaşlı, qəşəng belə gəlmişsiniz, bu məclisdə iştirak edirsiniz. Bilirik bunu. Hacı İntiqam o qədər sevinir ki, çünki Quran buyurur ki, لَقَدْ خَلَقْنَا الْاِنْسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ. Biz insanı ən gözəl surətdə xəlq elədik. Gəlin insana elə diriliyində onun qiymətini verməyi bacaraq. Bu özü böyük bir, yəni çox sağ olun ki, siz bu, yəni ki, qəbul eləmişsiniz, bu dəvəti qəbul eləmişsiniz, bu məclisdə iştirak edirsiniz. Biz çox sevinirik. Bizim xalqımızın, mən Əzzə xanımın da, Mirvari xanımın da əsərlərini, romanlarını, şeirlərini həvəskarı oxuyuram. Növbəti söz sizindir. Allah sizi var eləsin. Sağ olun. Çox sağ olun. Hörmətli qonaqlar, hörmətli Hacı Sultan, hörmətli Hacı İntiqam, mən sizə təşəkkür edirəm. Belə bir məclisi təşkil verdiyiniz üçün və məni də bura dəvət etdiyiniz üçün. Mən həmişə arzu eləmişəm ki, xalqımın nümayəndələri elə siz səviyyədə olsun. Çünki bilirsiniz, pul, sərvət, dövlət, həyat özü müvəqqətidir. Bunlar hamısı gəlib gedərdi bu dünyada. Bircə insandan təmiz bir ad qalır. Ona görə də əgər təbii caizsə, bunu deyim ki, bunu hamımız yaxşı bilirik. Hər insan dünyasını dəyişəndə onun hər şeyin əlindən alıb ancaq özünü göndərirlər. Elə insan var ki, ona 5-6 metr kəfən qismət olur, elə insan var ki, onu da apara bilmir. Ona görə də mən arzu edərdim ki, bizim xalqımızın nümayəndələri həmişə sizin kimi olsun. Hacı Sultan çox gözəl çıxış elədi və çıxışında belə bir məsələni qoydu ki, hamıya öz sağlığında qiymət vermək lazımdır. Bu da bizim xalqımızın, bəlkə də deyərdim ki, biraz belə o qədər də gözə gəlməyən bir xüsusiyyətidir. Biz insanlara hamını öz-özünə müqayisə eləməyək. Hər ləyaqətli insan öz sağlığında öz qiymətini almalıdır. Bizim Ustad Şəhriyar, şairi, öz millətinin, öz xalqının ağ başlı, ağ saçlı sərkərdəsi adlandırır. Və həqiqətən də bu düz sözdür. Şair millətinin qarşısında onu düz yola səsləyən, onu ədalətə, həqqə səsləyən, onu humanizmə səsləyən, bəşəri duyğulara səsləyən ən böyük sərkərdədir. Ona görə də mən istərdim ki, mən də hər halda dünən, o biri gün anadan olmamışam, mən də müəyyən ömür sürmüşəm, 2 mədəniyyətə xidmət edəmişəm, o tayda məktəb qutarmışam, 2 il müəllim olmuşam, bura gələndən sonra da hər halda ömrümün çoxunu, əsas hissəsini həm oxumuşam, həm işləmişəm. Hətta Moskvada İctimai İlmlər Akademiyasını bitirmişəm, orada da müdafiə eləmişəm. Söhbət məndən getmir. Söhbət ondan gedir ki, mən arzu edərdim ki, bizim xalqımız həqiqətən də bugün vətənimizin belə ağır bir günündə müharibə bizi yaman günə qoyub. Bizim çadırlarda ömür sürən uşaqlarımız var, analarımız var. Qoy hamı sizdən öyrənsin. Qoy hamı sizin kimi olsun. Çünki yenə də deyirəm, bu dünyada bircə yaxşı ad qalır. Mənə nə edirsən sağlığımda et. Mənə nə edirsən sağlığımda et. Başımın üstünü almamış duman. Saçımda gəzməmiş əcəlin əli. Gözümdə şəm kimi sönməmiş zaman. Mənə nə edirsən sağlığımda et. Bu şeir uzun şeirdir, mən sizə ancaq sizin Hacı Sultan dediyinizin xatirinə bu şeiri yenidən yazıda salmaq istədim.